Sabahınız xeyirli olsun. Herkesin sabah xeyirli olsun. Bugünkü videomuzu biz inşallah balıq ovuna həsr eləmişik. Bugün balığa gedəcəyik. Ömər salam verin açılara Ömər. İnşallah bugün fikirləşirik Binəqədiyin gölünə gedək. Lotkamızı zaten götürmüşük. Arkada her şeyimizi götürmüşük. Lotkamızı, balıqlarımızı. Çıxmışıq inşallah yola. Allah'ın köməyinə gedirik bugün. Səhər tezdən durduq, saat 6 idi. Elə yığışıb tərpənib çıxana qədər saat 7'nin yarısı oldu. Amma bir balaca işıqlanıb. Ancaq hələ o tərəfini göstərim, hələ gün çıxmıyor. İnşallah gedək bugün balıq olmaq. Binəqədiyin gölünə görək nə olar, nə çəkilişlər olar. Yaxşı çəkiliş olar inşallah çəkib qoyarıq. Gəldik, çatdıq Binəqədiyin gölünə. Binəqədiyin gölüdür. Babillə buradan görsənmir. Buradan yaxınlaşdırım. Baba ortada görürsünüz, ortada lotka var. Tor yığır, ora tor salır. Səhər tezdən elə gölün ortasını torlayırlar. Orada deyirlər ki, göllərdə balıq yoxdur. O da 2 dənə maşın, balıqçıların maşınıdır. Şimdi nə bilim, keçən dəfə də gəlmişdim, ora tor atmışlar. İndi də tor atırlar. Gəldik, çatdıq balıq tutduğumuz yer. Keçən dəfə gəlmişdik bura. Keçən dəfə gəldik, qıraqda durduq. Keçən dəfə nəsə... Atı var, açıqdır. Hə, açıqdır. Keçən dəfə nəsə qıraqda durduq, balıq tutanmadıq. Bu dəfə lotqanı zadı gətirmişik ki, inşallah görək lotka ilə zadından nə tuta bilirik. Gəldik, çatdıq gölün qırağına. İndi lotqalarımızı da çıxardaq, hazırlayaq işlərimizi, güclərimizi. Girək biraz dərinə gedək. Lotqamızı düzəltdik indi. Biraz da yağış çəliyir, yağış yağır. İndi gedirik gölün ortasına tərəf. İnşallah yaxşı uğurlu ovumuz olar. Çəkiliş eləyərik buradan. Göstərdim bayaqki kimi sizə. Orada torla tuturlar. Yəni torla, tokla tutanlar bu Bakıda göllərin, çayların içində balıqların hamısının axırına çıxırlar. Maşınımız orada qaldı. İndi biz də ki, inşallah gedirik gölün içinə tərəf. Keçən dəfə gəlmişdim, heç nə tutanmadım. Qıraqdan atdıq. Qıraqdan atmışdıq spinnikləri. İndi inşallah fikrimiz var, biraz dərinə gedək. Ya o içəridə qamışlar zad var, bax onların yanına gedək. Biraz dərin yerdən balıq tutaq. Gəldik, paplavoklar zaten düzdüyü ortaya. İndi hələ ki oturmuşuq, sakitçilik deyə bir şey yoxdur. Binəqədiyin gölündə. Yaxşı quşlar zadlar var, ördəklər zadlar var, ancaq hələ ki balıq yoxdur. İnşallah görək nə olur. Yavaş-yavaş havalar da soyur. Ona görə balıqlar biraz zəiflikdir, quşlara var. Ortada qaşqaldaqlar yığılıb. Yuxarıda da quşlar zadlar uçur. Yəni ördək zad var. Ovun sezonu açılıb, 2 gündür ovun sezonu açılıb. Biz də hələlik balığa gəlmişik, görək nə olur axırı. Orada bayaq biraz durduq. Nəsə sakitçilik idi. Yerimizi dəyişdik, gəldik belə bir yerə girdik. Qamışların təmiz içidir vallahi hər tərəf.
Qamışlıqdır. Girdim qamışdağın içinə. İndi burada görək nə olur, vəziyyət nə tər olur. O pavlovkun suya vurur yavaş yavaş. Ağaçlarda ismi yoxdur, bir dənə odur. Bir dənə karas çıxartdıq siftə. Bu bizim siftəmizdir. Şükür Allah. Yaxşı, indi verəcəm. Qoy bir dənə balığı qoyun bunun içinə. Azmısa? Bu bizim siftə balığımızdır. Bunu atıq. Yaxşı Ömər. Siftə balığı ya Allah, inşallah arxası yaxşı gələr. Bunu qoyaq bura. Ortadakı pavlovuk dersən. O nə qədər ördək keçdi ha buradan. Çalan ördək keçdi bu. Ortadakında nəsə var. Yəni qəşəng balıq. Ver Ömər, Ömər ver o işəni ver. Bir dənə yekə balıq tutduq, qoyun bura. Hə? Hə? Dişləyib? Harası? Hə. Şu. Bunu qoy bura, otur, sən Ömər otur, qırarsan balığımızı. Bir dənə. İkisini de uduba qazmağın. İkisini de udub bir dənə qəşəyib sazanı çıxartdıq. Yox, ikisini yox, birini. Hə? Bir dənə tutar. Hə? Bir dənə. Biləm, ikisini udub, birini udub. Deyəm, çıxardım buram oradan. Deyəməməz. Hə? Verəcəm, deyəm, bunu çıxardım. Ya, dalı zaten ilişib bura. Tor ilişdi. Hə, yaxşı mən. Şu. Bir dənə də babat. Balıq çıxartdıq sazan. Balacadır, ancaq yaxşıdır. Çox da var. Şey deyil. Pis deyil. Ömər, ala bu setkamızı qoyur. Ala qoyur setkanı. Bunu da atım o birisinin yanına. Bunu da qoyaq bunların yanına. Bu ikinci balığımızdır. Bu bir dənə balaca. Bir dənə də bu. Bu ikinci balığımızdır. Hə. Allah bərəkət versin. İki dənə balığımız. Hə, cəmaat gedir. İndi yaxşıdır, hava biraz açıldı. Bayaqdan yağış, hə? Yaxşı. Birazdan bayaq yağış da yağırdı. İndi biraz yaxşıdır, hava açılıb. İndi gün orta həmişək kimi kalbasa da almışıq. Çörək, kalbasa. Asqılıq Ömər. Pomidor, xiyar. Soğanımız da var. Soğanlar xiyar yemişəm. Pomidor xiyar. Soğan? Soğanı təmizləyim Ömər. Necə pişirsən? Yeyək. Pomidorumuz var, xiyarımız var. Soğanımız var. Soğanımız kapsamız. Yemeğimiz var. İnşallah gün ortadır. İndi yemek yiyək. Bu pavlovuk deyəsən vurur yavaş yavaş. Pavlovukları atmışam.
Hələ 2 dənə balıq tutmuşuq, 1-2 dənə karas. İndi bunlardan yeyək. Tavası çörəyimizdə doğrayaq. İnşallah çörəyimizi yeyək. Sonra başlayaq yenə də ovumuza. Lodkada yüngülvari çörəyimizi yeyək. Hər ki sakitcə idi, biraz zəif işləyir. Ancaq yaxşıdır, bir dənə yeşə balıq tutmuşuq. Buradan da bütün Azərbaycan ovçularına, balıqçılarına hamısına salam göndəririk. Orada ümitli uşaqları, ovçu dostlarımız var. Hamısına buradan salamlar göndəririk. Nəsə? Göydə qalıb bu. Deyən görüm. Hə? Nə? Balıq var deyəsən bunda. Balıq var. Ömər ver. Ver Ömər. Deyən görək. Hə? Eybi yox. Sən bunu tut Ömər. Tut onu. Dart dedim. Hava. Şey balık. Çapa. Diyan Ömer. Çok kaldırma. Diyan Ömer'i çıkardım. Baba. Ha? Diyan Ömer. Burası değil iş bura. Ömer yığma hələ gözdə. Hələ qəşək. İkinci balığımız. Diyan Ömer ilişdi dolaşdı bura diyan. Qırağa qoy sən onu. Aşağı qoy. Diyan mən o bir qabını çıxardım. Eybi yox gözdə Ömer. Açın bunun ağzını. Bu da qəşək balıqdır. Sadağımız. Düşmüşdü suya. Koyaq bunun içine. Ve üçüncü balığımız. 2 dənə yekə, 2 də balaca. Hələ ki sakitçilikdir. Bir 3-4 tane balık tutmuşuq. Gün orta nəsə dəymir balıq. Ömer də yatır. Səhər tezdən gəlmişik. Uşaq da yuxudan durub tezdən. Mənim də yuxum gəlir. Yaxşı dincəlib yatardım. Görək nə tərəfində vəziyyət. Gün orta biraz zəifçilikdir. Balıq dəymiş. Səhər yaxşı idi. 3-4 tane tuttum. Yatır Ömer, yatır. Duranda baxarsan özübə. O paplovkumuz vurur. Aparır var. Orada balık var deyəsən.
aparır. Yəqin əgər düşməyib, suyun altına girsə götürərəm. O badəyə girdi. Bir dənə çıxartdım. Yəni qəşəng balıq çıxartdıq. Bunu da qoyaq. Sənkində? Sənkində yoxdur Ömər hələ. Yaxşı, atıram bunu. Onu çıxardaq. Dənə qəşəng qoyaq bunu da o birisilərin yanına. Üzü axşama uca yaxşıdır, yavaş-yavaş balıq tərpər. Qoyaq bunu da bulanın içinə. Babat balıqlar tutmuşuq. Yekəsi də var, baldası da var. Karaslar da var. Qəşəng balıqlarımız var. Bu da Binəqədiyin gölü. Binəqədiyin gölündən tutduğumuz balıqlar. Ömərlə gəldik. Qəşəng balıqlar tutduq. Hə. Çörəyini yeyiblər. Buna bir dənə çörək salın. Yəni soruşanda biz nə ilə tuturuq? Yəni biz buradan nəsə yemzad almırıq artıq heç nə. Dədə-baba adətindən də ya qurtdur, ya çörəkdir. Daha belə çörək keçirdirik. Çörəklə tuturuq. Ələn yaxşı. Və o paplavokumuz da yavaş-yavaş vurur. Vurur. Ancaq indi vurmuş, bayaq vururdu. Nəsə var da sonda. Ömər dolaşdırdın Ömər. Ver görün, ver. Ömər dolaşdırdı. Qoy qalsındır. Bunu qoymaksın. Hadi. Paplavokumuz vurur. Balıq var desən deyə aparsın. Gələk aparsın, çıxardasan. Hələ aparmır, bax, hələ vurur. Ömər, çörəyi yeyirlər. Deyəm. Qoy suyun içine aparsın. Hadi ucu apardı suyun içine. Deyəm, qaldırım. Deyəm Ömər. Oba. Bir dənə də balıq çıxartdıq. Əlma batar Ömər qarmağa. Əlma batar. Gəl çıxart. Ala çıxart sən. Hə, çıxart. Gəl mən çıxardım. Hə, yuxarı elə, ver. Hə, bax elə. Gəl, sən balığı tut. Hə, şu. Bu da Ömər'in balığıdır bu da. Şu, bunu da qoyaq. Ver Ömər bunu. Yerinə salın. Bunu da qoy düşə bilərim. Hə, ora düşər, eybi yox. Suya düşəndə gələk təzdən tutaq onu. Hə, qəşəkdir. Babat balıqlar tutmuşuq. Şükür Allaha. Qəşək balıqlar tutduq. Yavaş-yavaş. Deyirlər, Binəqədiyin gölündə balıqlar yoxdur. Əməlli başlı balıq tutmuşuq Binəqədiyin gölündən, qəşək balıqlar. Binəqədiyin gölündə qarışıq balıq var, hər şey var. İnşallah gələn dəfə də fikirləşirik, Mehtabadın gölünə gedək. Mehtabadın gölünə gedəcəm. Allah'ın köməklə oradan da qəşək çəkilişlər eləyəcəm. Normal balıqlar tutmuşuq. Şofuları da yığaq, yavaş-yavaş gedək. Buradan da bütün ovçu dostlarımıza, balıqçı dostlarımıza, Azərbaycanın təbiəti sevən bütün qardaşlarına salamlar. Bugünkü ovumuz bu qədər. Çalan quşlar var. Bugün sezondur, ovun sezonudur. Bayaq elə burada Binəqədiyin gölündə göstərim belə qəşəng yerlərdir hər yer. Hə, çalan ördək var idi burada. Ördək var idi, çoxlu, ondan sonra qaşqaldaq var idi burada. Prosta burada icazə yoxdur. 2 gün olar ovun sezonu açılıb. İnşallah ova gedəcəyik. İmişliyə, Sarısuya, Dəvəçiyə, Şamaxıya, ya Biləsuara, harasa da geçsə, inşallah oradan da çəkilişlər eləyib. Qəşəng ovun sezonu başlayıb da, qəşəng ov çəkilişlər eləyib. Qoyacağıq öz kanalımıza. İnşallah hələlik bugünkü videomuz bu qədər. Ördəklərə baba, 2 dənə ördək.
Bir orada. Sana. Getdi. Çıxaq uca yavaş-yavaş bizə sağ olun. Bugünkü videomuzda bu qədər. İnşallah gedək evə, onu qəşəng pişirək. Vuraq onu da bədənə. Sveji balıqlardır. Quşlar. Nə qədər quş var, dolu deyə. Sezon gəlib deyə. O bu değil. Peyğamışların üstündəydi. Bir de orada da ta. Qırğıdır. Gəldik, ovumuzu da elədik. Səhər tezdən durmuşduq. Ömər bir partiyada yatdı, dincəldi. İnşallah yavaş-yavaş tərpənək çıxaq gedək evimizə. Hələlik bu qədər. Hə? Nə baxım? Hava Ömərin paploku vurur yerində. Balıq var dərsən. Ömər daş çıxar. Çıxar Ömər, qaldır. Yuxarı qaldır, yuxarı qaldır, indi qaçacaq. Elə yox. Qaldır. Ay sağ ol. Oba, bu da Ömərin də balığıdır. Ver Ömər, gətir bura çıxardım. Ver mənə. Deyəm bunu bağlayayım, söndür. Bu da Ömərin balığı. Gətir aşağı elə. Evet, dolaştırdın orada, gördün Ömer. Sakla bunu, ben çıkartacağım onu, sakla. Ha? Gel bakayım. Hava Ömer'in paploku vurur yerinde. Balık var dersen. Ömer daş çıxar. Çıxar Ömer, qaldır. Yuxarı qaldır, yuxarı qaldır, indi qaçacaq. Elə yox. Qaldır. Ay sağ ol. Oba, bu da Ömer'in də balığıdır. Ver Ömer, gətir bura çıxardım. Ver mənə. Deyəm bunu bağlayayım, söndür. Bu da Ömer'in balığı. Gətir aşağı elə. Evet, dolaştırdın orada, gördün Ömer. Sakla bunu, ben çıkartacağım onu, sakla. Oradaki Pablo Horkun biri vurur dersen. Biri vurur. Vururdu bayağı. Bunda içinde yoktu, yiyebilir. Bunda da ota dolu. Hadi, bunda da bir tane balık qəşək. Bunda da oba, bunda da bir tane balık hürmet. Bunda bir tane balık tuttuk. Bir tane de balık buradan tuttuk. Bunu çıkardık. Sen Pablo okunanı kaldır Ömer. Hadi yok dedi, yoktu. Geçmişti suyun altına da kaldırardı. De bizim Paplok'un biri vurur hele. Bir arada. Ha? Diyan Ömer. Çıkar. Kaldır yukarı. Kaldır yukarı. Ha, baş tərəfinə ey belə, mən tərəfə gətir. Mən tərəfə gətir. O qəşəng balıqdır, ağır balıqdır mənim balığı. Ay, sağ ol, gətir. Gətir. Hə, şo. Ömer'in balığı. Qəşəng balıqdır. Ömer'in qəşəng balığı. Bunu da qoyaq o pislərin yanına. Hə, qaranqı çörək keçirdim, bunu yiyiblər. Bunu da qoyaq bu pislərin yanına. Hə. Hə, qəşəng tutdu. Uzaq atanda tutursan da, hə. Şo. Bizə axşama doğrudur. Yavaş biz də planlaşdırırıq, gedək. Bizim balıqlarımızdır. Bunları belə tutun. Görsənsin. Yəni, qəşəng balıqlar tutduq buradan. Karaş da var. 2 dənə, 3 dənə balaca sazan tutduq. Devamı sazandır. Göstərim.
Çıkardım bunu. Ne bak tutalım tekrar. Bunu canım ben bunu çıkardım. Yeter tutalım. Kanadı altına çıkmır. Değişip. Ne yeter tutalım. Bir neyse de bir görseniz de buradan. Şu. Bak bugünkü balıklarımız budur. Balacası da oldu, içinde yekesi de oldu. Bu balası bu yekə. Bak bu da yekədir. Bu da yekədir. Sonra karaş da var. Tamam. Şimdi. Kırarsan Ömer basma üstüne, bunun üstüne basma. Ne bak tutalım. Yaxşı. Şu burada bizim balıklarımız. Yavaş yavaş terpenek bizde. Terpenek bizde yavaş yavaş. İlişi boru Ömer çıxaracağım. Daha bugünkü ovumuz bu kadar. Sadece 5'ti. Bizim yolumuz da uzaqdır da. Hövsandan gəlmişik Binəqədin gölünə. Yəni sağ olsun burada ilkin var idi. Binəqəddə olurdu elə gölün qırağında. O mənim məsləhət gördü. Dedi get ora. Yəni Binəqədin gölündə yaxşı balıqlar var. Biz də gəldik şükür Allah pis olmadı. Babat balıqlar da tutduq. Qəşəng balıqlar da tutduq. İndi yavaş yavaş da çıxaq biraz vaxtımız çox gedəcək. Lotkanı yığmaq, ora bura bir də yolumuz uzaq. İnşallah bugünkü ovumuzu tamamladıq. Gələn ovda, gələn videolarda, gələn çəkilişlərdə yenə də çəkib gözəl ovçu qardaşlarımıza, balıqçı qardaşlarımıza yaxşı, gözəl videolar qoyacağıq Allahın köməkliyi ilə. Hələlik bu qədər. Bugün ki ovumuzu da tamamladıq. İnşallah yaxşı da balıqlar tutduq. Allah bərəkət versin. Yavaş yavaş çıxıb getmək olar. Yığaq beşimizi, düşümüzü. Çıxaq gedək. Ömərlə gəldik. Yox, balıq olanda ona aparır içəri. Paplovku içəri aparır Ömər. Bugünkü ovumuz da bu qədər. Sadəcə biz axşam tərəfi çıxırıq göldən. Səhər-səhər yağış yağırdı. Səhər-səhər yağışda hava idi. Quşlara bax nə qədər quş gəlir. Yuxarıdan görsəniz, bilməm görsənmir. Biz gələndə səhər-səhər gələndə yağış yağırdı, hava bulutluydu. İndi şükür Allah gün çıxıb, ancaq biraz külək var. Çox gedirik maşımızın yanına. Oralar qəşəkdir. Oralar da qəşəkdir. Biz də buraya göldən çıxırıq. Dalga var, gələn dalga var. İndi biraz dalga var. Videomuz da bu kadar. İnşallah geldik çatdık video maşımızın yanına. Size bakayım bak. Bağlarımızı kəsdik, doğradıq. Təmizlədik içini, başını. Hazırladık. İndi pişiririk. İyidir, yavaş yavaş. Burası da demək.